lazım. Yaxın gələcəkdə dəniz kənarı milli parkın ərazisi böyüdülərək dünyanın ən inkişaf etmiş şəhərlərinin bulvarı ilə müqayisə olunacaq səviyyəyə gətiriləcək. Bunun üçün ərazidə işlər də aparılır. Milli park genişləndirilərkən qatılacaq ərazilərdən biri də Böyüşor gölüdür ki, hazırda burada da işlər aparılır. Ərazidə böyük stadionun tikiləcəyi bildirilir. Amma bütün bu işlər Böyüşorda yaşayanların narazılığına səbəb olub. 14 ailənin narazı salan evlərinin plana düşməsi və bunun müqabilində onlara verilən kompensasiyanın az olmasıdır. Nərimanov rayonu Böyüşor göl ətrafında yaşayan müsahiblərimin sözlərinə görə əksər ailələr kompensasiya alıb çıxıb. Onlar isə evlərinin kvadratına 300 manat verildiyindən bu təklifləri yaxın belə buraxmır. Üstəlik bəzi sakinlərə çardağa görə 50 manat veriləcəyi də bildirilib. Bu məbləğ də onları narazı salır. Mənim evimə 40 santı barıdan kubikdən tikilmiş evə 300 manat pul hesablayıb, onu da deraşıfqa düşüb hesaba keçirtmir. Ümumi bilmirəm, mən 57 min pul hesablayıblar. 80 kvadrata 57 min pul hesablayıblar. Nərimanov rayon İcra Hakimiyyətindən bildirdilər ki, Qurum Maliyyə Nazirliyi və Qiymətləndirmə Komissiyası ilə birgə vətəndaşların şikayətini araşdırır. Yaxın 1-2 gün ərzində isə sakinlərə bu barədə məlumat veriləcək və onların problemi tezliklə həllini tapacaq.